Anlamaq yoxsa tətbiq? İmtahana gedən müdavimlərimizi ən çox narahat edən məsələ hansı halda şagirdin gördüyü iş anlamaqdır, hansı halda şagirdin gördüyü iş tətbiqdir. İlk öncə gəlin anlamaq və tətbiq arasındakı fərqə baxaq. Anlamaq adından bəllidir ki, anlamaq mərhələsində şagird verilən informasiyanı anlayır və ona əsasən hər hansı bir iş görür. Tətbiq mərhələsində isə şagird əldə etdiyi biliyi daha doğrusu, əldə etdiyi biliyi bacarığa çevirir, yəni tətbiq eləyir. Hər hansı nəzəri biliyi praktik bacarığa çevirir. Bu zaman olur tətbiq. Anlamaq isə verilən informasiyadan istifadə edərək hər hansı bir iş görməkdir. İndi gəlin bir nümunə üzərindən fikrimizi daha da dəqiqləşdirək. Şagirdə bir kvadrat verilib. Bir kvadrat verilib şagirdə və kvadratın bir tərəfi verilibdir. Və şagirddən tələb olunur ki, kvadratın sahəsini hesablasın. Əgər şagird əvvəlcə aldığı biliklər hesabına kvadratın sahəsini hesablayarsa, bu cür bir məsələdir, misaldır daha doğrusu, tapşırıq da belədir ki, kvadratın sahəsini tap. Şagird əvvəlcədən aldığı biliklər əsasında bunu həll edəcəksə, bu tətbiq olacaq. Kvadratın sahə düsturundan istifadə eləyəcək və məsələni həll eləyəcək, misalı həll eləyəcək. Bu zaman tətbiqdir, çünki şagird əvvəlcədən bildiyi nəzəri biliklər hesabına gəldi və bu məsələni həll elədi. Bu tətbiq etmə mərhələsidir. Amma eyni tapşırıq anlama mərhələsi də ola bilər. Şagirdə yenə eyni bu məsələ verilib, amma bir dənə fərq var. Şagirdə burada sahənin düsturda verilib. S bərabərdir A kvadrat. Şagirdə verilib ki, S bərabərdir A-nın kvadratı. Şagird düsturu başa düşür və düsturdan istifadə edərək kvadratın sahəsini tapırsa, deməli, şagird neynədir? Şagird tətbiq yox, anlama mərhələsində oldu. Çünki S bərabərdir A kvadratı düsturundan istifadə etdi. Bu düsturdan istifadə edərək şagird neynədi? Kvadratın sahəsini hesabladı. Deməli, şagird anlama mərhələsindədir. Çünki verilən informasiyanı, baxın, verilən informasiya bu düsturdur. Verilən informasiyanı başa düşdü. Verilən informasiyanı başa düşdü və verilən informasiyadan istifadə edərək kvadratın sahəsini hesabladı.